Salam değerli izləyicilər. Mən burada bir şey qeyd eləmək istəyirəm. Baxın, bu çayın bu cür gəlməsi, bu cür buralara dağıtması ən çox Ekologiya Nazirliyinin günahıdır. Çünki bugün cəmaata daş qum götürməyə qoymurlar çaylaqdan. Çaya baxın, çayın ortasında nə qədər hündürlükdədir. Çayın ortası o qədər hündürlüyə qalxanda daş qum gətirib qoyandan əlbəttə ki, qıraqlara vurub qıraqlara dağıdasıdır. Nə içi təmizlənmir, ne bir şey olmur, ne bu kum götürenlere icazə vermirlər. Bugün çay daşıb bu günə düşübdür. Cəmaatı nə günə salır. Yəni baxın, yəni zərər vurur insanların həyatına, bax bu dəqiqə, bax zaboruna, hər şeyinə zərər vurur. Nəyə görə vurmalıdır ki? Əgər bugün bundan ötürü icazə versələr ki, yəni cəmaata bu daşı, bunu daşısınlar, söyləsinlər, həm tikintilər gedər, həm cəmaatın güzəranı yaxşı olar, həm də ki, çaylarımız vurub dağıtmaz bəndləri. Baxın, dövlətin büdcəsinə nə qədər ziyan dəyir. Dövlətin büdcəsinə dəyən ziyan bizim gəncliyimizə və bizim millətimizin büdcəsinə dəyir. Olmaz axı. Bu qədər də biabırçılıq. Bunun günahı Ekologiya Təbii Sərvətlər Nazirliyidir. Bir də Dövlət Miqrasiya Agentliyi. Çünki çaylar, yataqlar təmizlənmir. Görün, baxın, bəndlərdən, hətta çaydan nə qədər hündürə qalxırdı. Orada bu çayın daşları, qumu nə qədər yuxarı qalxır. Bunu təmizləsəydilər, bax, bu vəziyyət alınmazdı. Mən şəxsən bunu aidiyyatı qurumlara bildirmək istədim. İcazə verin bu cəmaat çaydan daşı daşısınlar. Bəsdirlər. Kum daşsın, cəmaat evini tiksin. Bu qədər insanları sıxmaq olmaz, bu qədər dövləti dağıtmaq olmaz. Cənab Prezident millətə deyir ki, məmurlara deyir ki, bu dövləti, milləti yaşadın, amma bunlar, baxın, insanları nə günə salırlar.